Avropa Şurasının Parlament Assambleyasının prezidenti Petra Bayer Azadlıq Radiosuna müsahibə verib və bildirib ki, Azərbaycanın bu təşkilatla münasibətlərinin normallaşması yalnız rəsmi Bakının konkret addımlar atacağı təqdirdə mümkün ola bilər. Onun sözlərinə görə hazırda Azərbaycanda insan haqları sahəsində müsbət dəyişikliklər müşahidə edilmir və ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğuna dair heç bir əlamət görünmür. Bəs ümumiyyətlə, bu təşkilatla münasibətləri qaydaya salmaq Azərbaycan hakimiyyəti üçün prioritetdirmi? 3-cü Respublika platformasının qurucu heyət üzvü Elman Fəttah deyir ki, hazırda Azərbaycan AŞPA-nın üzvüdür və bir çox sanksiyalardan yayına bilir. Ona görə də burada üzv qalmaq istəyir, amma tam fəaliyyətini bərpa etmək istəmir. Bunu edərsə, öhdəliklərə də əməl etməlidir. Avropa Şurası ilə Azərbaycan hökumətinin yaşadığı problemlər onun Avropa ilə əlaqələrinə heç bir təsir göstərmir. Bütün Avropa ölkələri tüpürüb bu dəyərlərə, belə qəzəbli və çobud demiş olsaq, Azərbaycan avtoritarizmi ilə ən yüksək səviyyədə iqtisadi siyasi əlaqələrini inkişaf etdirirlər. Xüsusilə də Avropa Birliyi çox fəallıq göstərir bu məsələlərdə. Hansı ki, tam əksinə Avropa Birliyinin xarici siyasət prioriteti əməkdaşlıq etdiyi ölkələrlə insan haqları və hüququn üstünlüyü, demokratikləşmə məsələsinə şərt kimi qoymasını ehtiva edir. Amma artıq xanım von der Leyen'in timsalında bütün bu məsələlər kənarda qalıb. Azərbaycan avtoritarizmlə münasibətdə Avropa Birliyi heç bir insan haqları məsələlərini gündəmə gətirmir. AŞPA prezidenti müsahibəsində deyir ki, Azərbaycanın assambleyaya qayıdışı yalnız mərhələli proses çərçivəsində mümkün ola bilər və bunun üçün ilk addım Bakının özü tərəfindən atılmalıdır. O bildirib ki, ilk növbədə AŞPA üzvlərinin daxil edildiyi qara siyahı problemi həll olunmalıdır. Mən də daxil olmaqla həmin siyahıda olan şəxslərin Azərbaycana girişi qadağandır. Bu səbəbdən də dialoq və əməkdaşlıq istəsək də fiziki olaraq bunu həyata keçirmək imkanımız yoxdur deyə o bildirib. AŞPA qətnamələrinə gəlincə, AŞPA-nın son qətnaməsində Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsinin tətbiqi ilə bağlı baş katibə çağırış edilsə də, Bayer bunun yaxın gələcəkdə real görünmədiyini bildirib. Konvensiyanın 52-ci maddəsi Avropa Şurasının baş katibinə tanınan xüsusi bir səlahiyyətdir ki, bu səlahiyyətindən istifadə edərək üzv ölkədə, əgər ki üzv ölkədə Avropa Şurasına üzvlükdən və konvensiyanın öhdəliklərindən irəli gələn problemlər böyüyərsə, sistematik hal alarsa və narahatlıq ciddi şəkil alarsa, Avropa Şurasının baş katibi konvensiyadan irəli gələn bu səlahiyyətindən istifadə edərək üzv ölkədən izahat tələb edə bilər. Və bu xüsusi dialoq mexanizmi mən düşünürəm ki, Avropa Şurasında daha sərt və ağır alına bilən qərarlardan öncə atıla biləcək ən uyğun bir addım olardı. Bəs Avropa Şurası Parlament Assambleyasında zaman-zaman Azərbaycanla bağlı qəbul edilən qətnamələrin hüquqi qüvvəsi varmı? Hüquqşünas deyir ki, AŞPA-nın qəbul etdiyi qətnamələrin Azərbaycan üçün hüquqi bağlılığı yoxdur, amma buna baxmayaraq bunların hüquqi və siyasi təsirləri var. Bu qətnamələr Avropa Şurasının bir siyasi iradəsini göstərir, Avropa ölkələrinin ortaq bir siyasi iradəsini göstərir və bu qətnamələr bu məsələlərə dair gələcəkdə hüquqi bağlayıcılığı olan qərarların qəbul edilməsi üçün əsas fundament rolunu oynayır, əsaslardan biri kimi çıxış edir. Çünki bu qətnamələr mütləq şəkildə həm Avropa məhkəməsində gələcəkdə Azərbaycana çıxarılacaq qərarların qəbulunda, həm Avropa Şurasının, Avropa məhkəməsinin qərarlarının icrasına nəzarət edən Nazirlər Komitəsinin Azərbaycana dair məhkəmə qərarlarının icrasında mövcud vəziyyəti dair bir qərar qəbul edərkən nəzərə alınmalı olan əsaslar kimi çıxış edir.